Qidadakı mikroplastiklər qaraciyəri zədələyir. Amerika Birləşmiş Ştatlarının Davis Universitetindən olan alimlər mikroplastiklərin sağlamlığa ciddi zərər verdiyini aşkar edib. Amerika Qidalanma Cəmiyyətinin Orlando şəhərində keçirilən konfransında təqdim olunan araşdırmaya əsasən qida və içkilərdəki nanoplastik hissəciklər maddələr mübadiləsini pozur və qaraciyərdə zədələnmələrə səbəb olur. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, insanın gündəlik qəbuluna uyğun miqdarda polisterol nano hissəcikləri qəbul edən heyvanlarda şəkərli diabet əlamətləri və qaraciyər toksik zədələnməsi müşahidə olunub. Nanoplastiklərin bağırsaq bariyerinin keçiriliciliyini artırdığı və toksinlərin qan dövranına keçməsini asanlaşdırdığını da müəyyən edilib. Bu isə az miqdarda plastik hissəciklərin belə ciddi sağlamlıq problemləri yaratdığını göstərir. Alimlər xəbərdarlıq edir ki, hazırki təmizləmə üsulları nanoplastikləri aradan qaldırmaqda təsirsizdir. Gələcək araşdırmalar mikroplastiklərin uzun müddətli təsirlərini öyrənməyə və qorunma yollarını tapmağa yönələcək.